Uşaqlar sizlə blok kitabından, Nicat müəllimin kitabından sınaq 4 işləyirik. 17-ci misalı davam eləyək. AB parçası deyir üzərində C nöqtəsi onu A təpəsindən başlayaraq 7 və 9 nisbətində bölür. Deməli ki, biz sizlə çəkək AB parçası. Onu AB parçası. Deyir C nöqtəsi onu 7-9 nisbətində bölür. Deməli, bura yazarıq 7x, bura yazarıq 4x. Uşaqlar, əgər onda bu isə 7x, bura 9x isə, ümumiyyətcə AB parçasının uzunluğu olar 16x. Sonra deyir, parçanın hər iki tərəfdən 4 cm deyir uzatsaq. Yəni, bu hissədən də 4 cm uzatsaq, buradan da deyir 4 cm uzatsaq, alınmış böyük parçanın yarısının uzunluğu 20 olar. Deməli, uşaqlar, onda biz nəticədə alarıq sizlə. Böyük parçamız olar 16x plus 8. Deyir, yəni bunun yarısı, 16x plus 8-in yarısı bərabər olar 20-yə. Buradan da çarpaz vursaq, 16x üstə gələk 8 qırxdısa, 16x bərabər olar 32-yə, x də bərabər olar 2-yə. Deməli, x alırıq 2. Bizə də deyir ki, AB parçasının uzunluğunu tapın. AB parçası toplam 16x idi. 16-nı da vurarıq 2-yə, bizə verər 32 cm. Cavab da olar D bəndi. D bəndi. Deməli, uşaqlar 17-ci oldu, D bəndi. Keçək 18-ci suala. Deyir ki, düzbucaqlı ABC üçbucağının hipotenuzu 10 cm. Katetlərdən biri isə 8 cm-dir. Və biz bilirik ki, əgər hipotenuz bizdə 10 cm, katet 6 cm-dirsə, digər kateti taparaq ki, B bərabər kökün altında 10-un kvadratı çıxılsın 8-in kvadratı. Bu da bizə verər 6. C düzbucaq təpəsindən bu üçbucağın hipotenuzundan keçən və üçbucaq müstəvisi ilə 45 dərəcəli bucaq əmələ gətirən müstəviyə qədər olan məsafəni tapın. Müstəviyə qədər olan məsafə deyirsə, uşaqlar, deməli ki, H bərabərdir. HC, yəni hipotenuza çəkilmiş hündürlük vurulsun neçə? Sinus 45. Və düzbucaqlı üçbucağın hündürlüyü HC bərabərdir. AB bölünsün C-yə, yəni katetlərin hasili bölünsün hipotenuza. Biz buradan alarıq ki, HC bərabərdir. Katetlərimizin birini 6 aldıq, birini 8 vermişlər, hipotenuza 10 vermişlər. Deməli, bizim HC-miz oldu 4/8. Uşaqlar, 4/8-i də əvəzləyə bilərik ki, 24 bölünsün 5 formasında. Bir dəqiqə, 24 bölünsün 5 formasında. İndi bizdən istəyir ki, biz C bucağı təpəsindən bu üçbucağın hipotenuzundan keçən və üçbucaq müstəvisi ilə 45 dərəcəli bucaq əmələ gətirən müstəviyə qədər olan məsafəni tapaq. Artıq hər şey var bizdə. HC-ni yerinə yazarıq 24 bölünsün 5. Vurulsun sinus 45, yəni kök 2 bölü 2. Burada da biz ixtisarlarımızı aparsaq, H bərabər olar 12 kök 2 bölünsün 5. Cavabımız olar B bəndi. Deməli, 18-in cavabı oldu B. Sonra 19-cu suala baxaq. 19-cu sualda bərabərsizlik sistemi verilib. 6x çıxılsın 9x çıxılsın 3 bölünsün 2 böyükdür 2-dən. 2x çıxılsın 3 böyükdür 5x çıx 18-dən. Birinci biz burada sadələşmə aparsaq, alarıq ki, 6x, vurarıq 6x 2-yə, onda bir dəfə yazaq. 6x 2-yə vurduqda olar 12x, 12x, çıxılsın 9x, üstə gələk 3, işarə dəyişir qarşısında mənfi olduğuna görə. Böyükdür 4-dən, hər tərəfi 2-yə vurduq. Sonra digər misalda da yazarıq ki, 2x çıxılsın 5x, böyükdür, mənfi 18, üstə gələk 3. Buradan alarıq ki, 3x böyükdür 1-dən, mənfi 3x böyükdür, mənfi 15-dən, x böyükdür 3-də 1-dən, x kiçikdir, mənfi 5-dən, müsbət 5-dən. Deməli, bizim cavablarımız da olar, uşaqlar. 3-də 1-dən böyükdür və 5-dən kiçikdir. 3-də 1, 5 arası. Burada da ən böyük həlli deyirsə, ən böyük həlli olar 4. 19 oldu A bəndi. Keçək 20-ci suala. Deyir ki, tangens x, tangens 2x bölünsün 1 çıxılsın modulda sinus x bərabərdir 0-a. Uşaqlar, nə zaman kəsir 0-a bərabərdir? Əgər sürət 0-a bərabər olarsa və məxrəci yazarıq ki, məxrəc 0-dan fərqlidir. Yazarıq ki, tangens 2x bərabərdir 0, 2x bərabərdir pikadan, x bərabərdir pika bölünsün 2-dən. Sonra məxrəcə baxaq ki, yazaq ki, 1 çıxılsın modulda sinus x fərqlidir 0-dan, modulda sinus x fərqlidir 1-dən, x isə sinus nə zaman 1-dən fərqli olar? X fərqlidir pi bölü 2, 1 alır pi bölü 2 plus 2 pikadan. İndi nəyə diqqət yetirməliyik uşaqlar? Gəlin biz k-lara qiymət verək. Yəni ki, birinci formaya k-ya 1 versək, buradan k-ya əgər 1, tək qiymətlər versək, 1 versək, 3, 5,
versək. Birincidə alarıq ki, pi vur 1 bölü 2, yəni pi bölü 2. İkincidə alarıq ki, pi vur 3 bölü 2, yəni 3 pi bölü 2. Digərində isə alarıq ki, 5 pi bölü 2 və s. Ancaq k-ya 0 cüt qoysaq, 0, 2, 4 yazsaq, x-imiz olar, bərabər olar 0-a. Sonra 2 qoysaq, x-imiz bərabər olar pi-yə. 4 qoysaq, alarıq neçə? 2 pi. Onda bizim ümumi cavabımız olar, x bərabərdir pi k. C bəndi. Sonra 21-ci sualda deyir ki, fx bərabərdir 2x-in kubu, üstə gələk 3x-in kvadratı, üstə gələk 12x, üstə gələk 1. Üstə gələk 1. Hansıdır daha doğrudur? Gəlin biz birinci, əgər burada artır, azalır, maksimum, minimum verirsə, biz törəməsini tapaq, 0-a bərabər eləyək. Törəməsi olar 6x-in kvadratı, üstə gələk 6x, üstə gələk 12 bərabərdir 0. 6-ya bölsək x kvadrat plus x plus 2 bərabərdir 0. Buradan alarıq ki, diskriminant bərabərdir uşaqlar. Mənfi, yəni ki, 1 çıxılsın, 4 vur 2 alarıq. Diskriminantımız olar mənfi. Deməli, diskriminantımız mənfidirsə, uşaqlar, bu bizim funksiyamız mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında artır. Sonra növbəti keçək misala. Y bəndi. 22-ci sual deyir ki, 4 bölünsün kök 7 çıx kök 3, üstə gələk 5 bölünsün kök 8 plus kök 3, çıx 5 bölünsün kök 7 çıx kök 2. Deməli ki, buradan biz irrasionallıqdan azad etsək, 4 vurarıq məxrəcin qoşmasına. Məxrəcin qoşması bizə verər kökdə 7 plus kökdə 3. Kökdə 7 çıx kökdə 7 plus 3. Uşaqlar, ayrı-ayrılıqda nəzər yetirsək, məxrəc bizə 7 çıx 3 verər, müxtəsər vurma düsturuna görə. Deməli, biz birinci ifadəyə alarıq kök 7 plus kök 3. İkincini azad etsək, kökdə 8 plus kökdə 3 azad etsək, bunun qoşması bizə verər kök 8 çıx kök 3. Vurulsun kök 8 çıx kök 3. Məxrəc yenə bizə verər 8 çıx 5 3. 8 çıx 3 5 gedər, ixtisar gedər, kökdə 8 çıx kökdə 3 qalar. Və sonda 5 bölünsün kök 7 çıx kök 2. Bunu da yenə qoşmasına vursaq, qoşması kökdə 7 plus kökdə 2. Kökdə 7 plus kökdə 2 yenə verər bizə 5 məxrəc. Qalar kök 7 plus 2 kökdə 2. İndi uşaqlar, gətirib bir yazsaq misalı. Deməli, birinci misal 4 bölünsün kök 7 çıx kök 3 idi. Üstə gələk 5 bölünsün kök 8 plus kök 3 idi. Çıxılsın 5 bölünsün kök 7 çox kök 2 idi. Burada yerinə qoysaq, birincidə alarıq kök 7 plus kök 3. İkincidə yerinə qoysaq kök 8 çıx kök 3. Üçüncüdə qoysaq kök 7 plus kök 2 alardıq. Amma qarşısında mənfi olduğuna görə kök 7 çıx kök 2 qalar. Kök 7-lər islah olar. Kök 3-lər islah olar. Qalar kök 8 çıx kök 2. Kök 8 də 2 kök 2 çıx kök 2 deməkdir. Cavab olar kökdə 2. Deməli, B bəndi. Keçək 23-cü suala. Deyir, metal pul 10 dəfə atılır. 6 dəfə xəritə üzünün düşməsi hadisəsinin ehtimalını tapın. Uşaqlar, siz bilirsiniz ki, metal pul atılanda cəmi bizim 2 dənə ehtimalımız olur. Ya xəritə üzünə düşməlidir, ya da gerb üzünə düşməlidir. Yəni 2də biri uğurlu olar, atdığımızın 2də biri uğursuz olar. Burada biz istifadə edirik ki, Bernoulli qanunundan istifadə edirik. Deməli, nə edirik? Yazırıq ki, kombinzon 10-dan 6, 2də 1 üzərində 6 və 2də 1 üzərində 4. Yəni, belə bir düsturumuz var idi. SNK yazsam, bura yazaram ki, P-nin üstü N minus K, Q-nin üstü K yazaram. Yəni, 10-dan 6, 2də 1-in üstü 10-dan 6 bura gəlir. Mən qoy sizə, 2də 1-in üstü 6, 2də 1-in üstü 4. Bunu da uşaqlar hesablasaq, gəlin hesablayaq. Kombinzon 10-dan 6 bərabərdir 10. Kombinzon 10-dan 6, kombinzon 10-dan 4 deməkdir. Kombinzon 10-dan 4 deməkdir uşaqlar. Yəni, 10-dan başlayaraq 4 dəfə geri sayım edək. 10, 9, 8, 7, bölünsün 2, 3, 4. Biri yazmıram, yaxşı yazaq. 4 yazdıq. Bir dəfə, 2 dəfə 2 ilə gedər. 3 dəfə. Biz alarıq uşaqlar, 210 alarıq. Kombinzon hissəsi bizə verdi 210. Deməli, o da olar ki, 210 vurulsun. 2də 1-in üstü 6 bizə verər 64də 1. 2də 1-in üstü 4 bizə verər 16da 1. Bunu da ixtisarlarına aparsaq, 2-yə getsək, yazarıq 105. 2-yə getsək, yazarıq 32. Deməli, 105 bölünsün, alarıq 512. Sonra uşaqlar, deməli, uşaqlar, davam edək 24-cü misaldan. 24-cü misalda deyilir ki, diaqonalı 3 kökdə 2 olan kvadratın tərəfi ətrafında fırlanmasının alınan silindrin həcmini tapın.
Deməli, əgər kvadratın diaqonalı 3/2-dirsə, onda tərəfləri olar 3, 3, 3, 3. Bunun nəticəsində fırlanır. Alınan fiqurun həcmi tapın deyir. Deməli, burada 3 olar, burada 3 olar. Biz onda artıq görürük ki, silindrimizin radiusu 3-dür. Hündürlüyü də 3-dür. Həcm düsturu pi r kvadrat h-dır. Yəni pi vurulsun r3 kvadratı 9h3. Həcm bərabər olar 27 pi. Keçək 25-ci suala. 25-ci sualda deyilir ki, bir qəsəbədə 64 küçə var. Deməli, küçələr 64-sə 2-nin üstü 6-dır. Hər küçədə 128 bina var. Binalar da onda 2-nin üstü 7 olar. Hər binada 8 blok var. Blok bərabər olar 8 2-nin kubudur. Hər blokda 32 mənzil var. Mənzil də olar 2-nin üstü 5. Və biz bunları nə etməliyik? Cəmi neçə mənzil deyilini vururuq. Vuranda da üstlər nə edir? Qüvvətlər toplanır. 6, üstə gələk 7, üstə gələk 3, üstə gələk 5. Bərabərdir 2-nin üstü 21-ə. Davam eləyək 26-cı sualla. Uşaqlar, deyir ki, kəsişməsi bərabərdir 3-ə. 3 elemi var. Çünki 1, 2, əgər A kəsişmə B 1, 3, 7 veriblərsə, bu o deməkdir ki, NA kəsişmə B bərabərdir 3-ə. Birləşməyə isə 12 veriblər. Bizim düsturumuz var ki, NA üstə gələk NB çıxılsın NA kəsişmə B bərabərdir NA birləşmə B. Deməli, uşaqlar, NA-nın yerinə yazsaq ki, NA-nın yerinə yaz, NA qalsın yerində, NA üstə gələk NB yazaq. Uşaqlar, kəsişməyə 3 yazaram. Birləşməyə isə 12 verib. Deməli, onda NA üstə gələk NB-miz bizə verər 15. Verilənlərdə isə yazılıb ki, NA çıxılsın NB isə 7-dir. Bizdən nəyi soruşur? NA-nı istəyir. Gəlin birinci bunları toplayaq alt-alta. Alt-alta toplasaq 2NA bərabər olar 22-yə. NA bərabərdir 11. Deməli, cavabımız oldu 11. 27-ci misalımız isə uşaqlar, yadınıza salın, 8-ci sinifin din kitabından olan sualdır. Bunu bir neçə formada izah edə bilərəm. Yəni, 2 qayda ilə deyə bilərəm sizə. 4 üstə gələk kök x bölünsün 4 çıx kök x çıxılsın 4 plus kök x 4 çıx kök x. Gəlin bunları ortaq məxrəcə gətirək. Əslində ayrı-ayrı razılaşanda da edə bilərdik. Ortaq məxrəc 4 minus kök x. 4 plus kök x verər bizə. Əgər biz bunu bölsək 4 çıxaq x-ə bizə verər 4 plus kök x. 4 plus kök x-i də uşaqlar 4 plus kök x-ə versə biz alarıq ki 4 plus kök x-in kvadratı. 4 plus kök x-in kvadratı çıxılsın. Burada isə alarıq ki 4 çıxaq kök x. Yəni o da verər bizə 4 çıx kök x-in kvadratı. İndi mötərizəni açsaq, məxrəc bizə verər 16 çıx x. Sürət isə verər 16, üstə gələk 8 kök x, üstə gələk x. Çıxılsın, işarələr diqqət yetirək, dəyişir, işarələr əksə çevrilir, çıx 16. Olmalıdır üstə gələk 8 kök x, çıx x. X-lar və 16-lar islah gedər. Burada qaldıq. 8 kök x üstə gələk 8 kök x bizə verir. 16 kök x bölünsün 6 çıx x, 16 çıx x, bu da bərabərdir. Biz yuxarıda qeyd etdik ki, bayaq ki, 8 kök x buradan 16 çıx x-ə bərabərdir. Deməli, 16 kök x-i saxlayırıq. Bunun yerinə yazırıq 8 kök x, alarıq cavab 2. Keçək 28-ci suala. 28-ci sualda deyir ki, kör bucaq iti bucağından 5 dəfə böyük olan hündürlüyü 6 cm olan rombun perimetrini tapın. X plus 5x bərabərdir 180. 6x bərabərdir 180. X eləyir 30 dərəcə. Deməli, bucaqlardan biri alfanın biri 30 dərəcədir. Biri isə verər bizə 150 dərəcə. Hündürlüyə aid belə bir düsturumuz vardı. H bərabərdir A vur sinus alfa. Aha, deməli, H-a bizə veriblər 6. Bərabərdir A vurulsun sinus 30. Sinus 30 nədir uşaqlar? 2-də 1. Əgər 2-də 1 A 6-dırsa, A bərabərdir 12-yə. Rombun perimetrdə 4A olduğundan 4 vur 12 alarıq 48. Sonra deməli bizim cavabımız olar 48. Sonra uşaqlar qaldıq biz burada 29-cu sualda. 29-da əgər x kvadrat plus y kvadrat elə bərabərdirsə, deməli bizim mərkəzi nöqtələrimiz
0, 0'dır. Radiusum isə 4'dür. İkincidə mərkəzi nöqtələrimiz 5, -4'dür. Radiusumuz isə 5'dir. Üçüncüdə mərkəzi nöqtələrimiz bizdə 1 və 4'dür. Radiusumuz 3'ə bərabərdir. Deyir, diametri 8 vahiddir. Əgər radiusu 4-dürsə, diametri olar 8. Deməli, birinci uyğun olar A. Mərkəzi 5 - 4'dür deyilən 2 olar B. Mərkəzi 1, 4, 3 olar C. Radius 3 vahiddirsə, həm deməli, üçüncü aiddir D. C ilə D. Sonra deyir, isbat edin ki, x plus y bərabərdir A. X kvadrat plus y kvadrat B sisteminin yeganə həllin olması üçün A kvadrat bərabərdir 2B'yə bərabər olmalıdır. Deməli, bunun üçün nə edirik biz? Buradan əvəz etmədən istifadə eləyərik. Əvəz etmə də y bərabər olar A çıxılsın x-ə. Gətirib ikincidə yerinə yazsaq, yazaraq ki, x-in kvadratı üstə gələk A çıxılsın x-in kvadratı bərabərdir B-yə. X-in kvadratı üstə gələk A-nın kvadratı çıxılsın 2AX üstə gələk x-in kvadratı bərabərdir B-yə. X-in kvadratı plus x-in kvadratı 2x-in kvadratı çıxılsın 2AX üstə gələk A-nın kvadratı çıx B bərabərdir 0-a. Nə zaman kvadrat dəlliyin yeganə həlli olur? Əgər diskriminant 0-a bərabər olarsa. D bərabərdir -2A-nın kvadratı 4A kvadratı çıx 4AC, yəni 4 vurulsun 2 vurulsun A kvadrat çıx B bərabərdir 0. 4A kvadratı çıx 8A kvadratı üstə gələk 8B bərabərdir 0-a. Buradan uşaqlar alırıq ki, -4A-nın kvadratı bərabərdir -8B-yə. A-nın kvadratı bərabər oldu 2B-yə. İsbat etdik.